Dostlar, mən hal-hazırda Mingəçevirdə Şəhid Dilqəm Nağıyev adına 9 saylı orta məktəbin içindəyəm. Deməli, problem nədədir? Gördüyünüz bu məktəbin meydançasıdır. Bura da meydançadır, basketbol meydançasıdır. Bax, görürsünüz bu kanalizasiya xəttini. 3 aydan artıqdır ki, bu kanalizasiya xətti içinə qədər dolub. Hələ bu indi yaxşı vaxtdır. Hava indi biraz yağışlar yağanda buranın sel su aparır. İndi deməli hələ istidir də, yəni hava yaxşıdır. Biraz yağış yağan kimi, nə bilim, qar yağan kimi buranın bu kanalizasiya xətti aşıb daşır. Bu gördüyünüz 9 saylı məktəbin meydançasını indi göstərəcəm. Uşaqların oyun meydançasını, məktəbin içində ona hamısını göstərəcəm. Baxın, burada uşaqlar indi hal-hazırda görürsünüz. Meydançada futbol oynayırlar. Bu gün idman dərsidir. Bax, indi gördüyünüz o kanalizasiya xətti var ha. Uşaqları da indi danışdıracağım. Bunlar üstü açıqdır. Dəfələrlə məktəbin rəhbərliyi, müəllimlər, valideynlər, su idarəsi, Mingəçevir şəhər su idarəsinin müdiriyyətinə, rəhbərliyinə müraciət ediblər ki, bax qardaş, burada uşaqlar dərs keçirlər, məşq keçirlər. Baxın, müəllimlər məcbur olub bunu, turbanı belə düzəldiblər. Bunu da deyim necə belə olub. O vaxtı ağac külək olanda Mingəçevirdə 3-4 ay bundan qabaq ağac açmışdı bura. Su idarəsinin işçiləri gəlib buranı düzəldirdilər. Kommunal təsərrüfat idarəsi, bir də su idarəsi. Bax, gəlib buranı qırıblar, bu kanalizasiya xəttini. Çıxıb gediblər. Yağış, qar, su olan kimi məktəbin meydançası qar suyun içində olur. Və indi burada uşaqlar da, məktəb uşaqları da var, onları da danışa bilər. Uşaqlar, siz burada oxuyursunuz? Hə. Bura nə vaxtdan belə olub? 3 ay təxminə olar. Hələ ondan da çox. Biz oynayamırıq ki. Ayağımız ilişir taxtaya, nə bilim, daşa. Bəli, burada. Siz indi nə istəyirsiniz? Siz meydançanı gəlib kanalizasiya xəttini düzəltsinə də bura yıxıla bilərlər, əzilə bilərsiniz. Bax, burada futbol meydançasıdır. O birisi basketbol meydançasıdır, göstərdiyim kimi. İndi məktəbin içində sizə göstərəcəm. Oranın da kanalizasiya xətti dağılıb, yəni şəhəri, məktəbi su basıb. Ha, uşaqlar, siz nə istəyirdiniz? Bax, burada yıxılan olub hal-hazırda. Bəli, olubdu. O bir də hələ ayağı sürüşmüşdü, yıxmışdı. Böyük bir zərbə almışdı, ayağı qanamışdı. Biz dəfələrlə şəxsən mən özüm də, məktəbin necə deyim, rəhbərliyi də, valideynlər də müraciət edib su idarəsinə. Su idarəsi atıb kommunal təsərrüfat idarəsinin üstünə. Kommunal təsərrüfat idarəsi də deyir ki, bizlikdir, su kanalizasiya idarəsinin işidir. Bu gün sabah deyə 3 aydır, bax, bu kanalizasiya gördüyünüz bu vəziyyətdədir. Baxın, meydançanın düz ortasında gəlib bu balaca bir yer düzəltmirlər. Hamı deyir ki, bizlikdir. Başa düşmədim. Bəs bu kimin işin öhdəsindən gəlməlidir bundan? Mən heç cür onu başa düşəmirəm. Biz vaxtında deyəndə ki, Mingəçevirdə məmurlar öz işinin öhdəsindən gəlmir, bizə deyirlər ki, jurnalistlər və yaxud o çəkən adamlar bizə böhtan atır. İndi mən məktəbin yenə də deyirəm, ətrafını da göstərəcəm. Bax, uşaqları da göstərəcəm. Hal-hazırda saat 4-dür, hələ dərs keçən vaxtlarıdır. Uşaqlar da burada idman dərsi keçirlər, oynayırlar. Baxın, vəziyyətə baxın. Bayaqlar indi sizə oranı da yenə də göstərəcəm. Həmin kanalizasiya əsas mənbəyi oradan başlayır. Baxın, bax dostlar, burada məktəbin içidir. Baxın, dediyim kimi basketbol meydançasıdır. Baxın, kanalizasiya suyu hardasa 3 metrə, 2 metrə qədər üzr istəyirəm. Kanalizasiyanın suyudur da. İyi, qoxu. İndi buradan bilməm nə qədər düşür kameraya. Bütün ağzaqanad, nə bilim, təsəvvür edin də, kanalizasiyanın içi nətər o, iydən qoxudan durmaq olmur. Müəllimlər də məcbur olub, bu turbadan üstünü bastırıblar ki, uşaqlar burada yıxılmasınlar. İndi mən məktəbində içini sizə göstərəcəm. Yəni, burada böyük bir şey yoxdur. Buranın kanalizasiya idarəsi gəlib 2 dəqiqəyə, Mingəçevir kanalizasiya. Həmin suyu çəkə bilər, həmin o problemi, mən göstərdiyim problem var. Onu bir günlük uzağı işdir. Heç bir məmur işin öhdəsindən gəlmək istəmir. Hamı atır, biri atır kommunal təsərrüfat idarəsinin üstünə, biri də atır su idarəsinin üstünə. İndi mən həmin özdə məktəb şəhidin adınadır. Şəhidin adına verilən qiymət budursa, mən daha başqa nə deyim? 90-cı illərdə şəhid olan şəhidimizin, bax, məktəbi. Mən indi məktəbin içində sizə bir dəqiqə göstərəcəm, baxasınız. Dostlar, bax, bu ağac Mingəçevirdə
külək olanda aşıb böyük bir ağacdır. Burada da aşıb biraz qabaqda da. Və aşıb orada kanalizasiya xəttini dağıdıb. İndi gəlib 3 aydan çoxdur heç kim gəlib düzəltmir. İndi məktəbin içində göstərəcəm. Bax dediyim 9 saylı şəhid adına olan məktəbin giriş qapısıdır. Bax görürsüz. Kanalizasiya suyu bax. Burada partlayıb. İndi şəhidi də sizə göstərəcəm. Bax bu da şəhid Dilqəm Nağıyevin qoyulan büstüdür və məktəbdir, 9 saylı məktəbə görürsünüz.